yaxın dəqiqələrdə biləcəksiniz. Qonağımız var. Balaca istedadlı dostların təqdimatında Bahar Çələngini az sonra izləyəcəksiniz. O ki, qaldı Bahar Çələngini gözəl əsərləri ərsəyə gətirən xanıma, çoxlarınızın çox gözəl tanıdığı rəssam Nərmin Abdullayeva bu səhər bizim qonağımızdır. Sabahınız xeyir olsun. Salam, sabahınız xeyir olsun, gününüz uğurlu olsun. Xoş gördük sizi. Çox sağ olun, xoş gördük. Biz bu yer çərşənbənizdə mübarək olsun. Minnətdarıq. Biz əslində öyrəşmişdik. Siz həmr zaman gələndə tablolar, hansısa bir sərgidə iştirakınızla bağlı məlumatlar bizimlə paylaşırdınız. Studiyamızı o işlər bəzirdi. Bu dəfə isə canlı tablolarımız var. Hansı ki, bu əsərlərin də hər biri sizin əl işinizdir. Təbii ki, geyimlərdədir bunlar, əl işləri. O geyimlərə həkk olunub. Əslində, həmkarımız sözünə qüvvət. Biz alışmışıq. Sizin bax, gəlişinizə müəyyən işlər təqdim olunur və alışmışıq ona ki, tam fərqli işlər təqdim edirsiniz. Yəni, sıradan bir kənar işlərdir bunlar. Seçilir. Çox sağ olun. Nədən irəli gəlir bu? Bayram mı sizə bunu verir? Yoxsa bu uşaqların, ətraf mühitin, baş verənlər, təbiətin oyanışı, nədir bunun sirri? Ümumiyyətlə, mən hər tərəfli... Bəlkə daxili fantaziyanız buna? Ola bilər. Yaradıcılığın hər tərəfli, yəni inkişafına üstünlük verirəm. Təkcə rəssamlıq deyil, yəni rəssamlığın bilirsiniz ki, qolları müxtəlifdir də və mən, məsəl üçün, artıq uzun illərdir ki, həm də Çiçəyim Uşaq Teatrının modelyeriyəm, həm orada qrim ustasıyam, onların tamaşalarında onları qrim eləyirəm. Həmçinin bir çox kolleksiyaların yaranmasında həm uşaqlardan bəhrələnirəm, təbiətdən bəhrələnirəm və bizim bir çox kompozisiyalarımız, bir çox layihələrimiz olub ki, belə uşaqlar onları təqdim ediblər və bir şey də demək istəyirəm ki, bu yaxınlarda Çiçəyim Uşaq Teatrının çox maraqlı Tık-Tık xanım şou tamaşası yəni oldu və çox da gözəl qarşılandı. Bilirsiniz ki, artıq Çiçəyim Uşaq Teatrı 29 ildir, maşallah olsun, fəaliyyət göstərir və mən də onun ilk üzvlərindən olmuşam uşaq yaşlarında. Elə bəlkə də, necə, bəlkə deyəndə ki, birinci Tık-Tık xanım da, Qoğal orada mən olmuşam. İndi isə uşaqlar, yəni davam eləyirlər. Yeni uşaqlar gəlir, hər zaman teatrımızda yeniliklər olur. Amma bu həyəcanı, uşaqların həyəcanını sizdən daha gözəl anlayan mənə elə gəlir. İkinci bir şəxs ola bilməz. Çünki bunların hər birini siz özünüz yaşamışsınız. Bəlkə də elə uğurlu çıxışlarınız səbəbkarlarından biri də sizsiniz ki, onlara bəlkə ürək-dirək verirsiniz. Onlar artıq səhnəyə necə hazırlayacağınızı bilirsiniz. Çox sağ olun. Bilirsiniz ki, Çiçəyim Uşaq Teatrı artıq illərdir ki, 3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzində fəaliyyət göstərir və oranın direktoru Layla xanıma da buradan salamlarımı çatdırıram. Çiçəyim Uşaq Teatrının bədii rəhbəri və rejissoru isə Rəna Kərimovadır və uşaqlarla o məşğul olur, həm də ssenaristdir. Yəni, bizim tamaşalarımız adətən həm milli, həm müasir üslubda, yəni qarışıq, çox maraqlı olur. Uşaqlara həm milliliyi öyrədirik, həmçinin orada müasir musiqilər, toxunuşlar, müasir düşüncələr, tamam fərqlidir. Nərmin xanım, mən istərdim ki, hazırda Bahar Çələngi kolleksiyasına bir nəzər salaq. Nəzər salaq deyəndə ki, artıq uşaqları da hazırdır. Sizin də fikirlərinizi eşitdik. Fikriniz varsa buyurun, sonra uşaqları izləyək. Bahar deyəndə ilk öncə nə insanın ağlına gəlir? Təbiət oyanır, hər tərəf gül çiçək açır, həşəratlar, quşlar, yəni ki, hər şey oyanır da yenidən canlanır. Və mən də düşündüm ki, baharın gəlişini necə təsvir eləyə bilərəm? Uşaqların geyimlərində, rəngarəng geyimlərin üzərində həm əl işləri olsun, həm güllər olsun, həm həşəratlar olsun. Bunların bir çoxunu indi təqdim edəndə görəcəksiniz. Təbiətin elementlərini biz görürük balaca dostlarımızın üzərində. Mən düşünürəm ki, bu təkcə belə estetik olaraq gözəl görünməklə kifayətlənmir, həmçinin təbiəti sevməyi, hansısa bir çiçəyə, ağaca, yarpağa diqqəti, hörməti, sevgini aşılayır. İnanmıram ki, bəlkə bugünə qədər hansısa bir canlı gülü qoparan uşaq bu üzərlərindəki geyimlərdən sonra ürəyə gəlsin ki, o çiçəyə qoparsın. Yəni, burada bir təbliğat var, burada bir təbiətə sevgi var, təbiətə məhəbbəti aşılayır bu kolleksiya və bu kolleksiyada olunan əl işləri. Bəlkə balaca dostlarımızı dəvət edək. Çox intizarda qoymayaq tamaşaçıları. Mən istərdim ki, elə söyləyək. 3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin Çiçəyim Uşaq Teatrının üzvləri, onlar bizim üçün Bahar Çələngi kolleksiyasını, Nərmin xanım Abdullayevanın Bahar Çələngi kolleksiyasını təqdim edəcəklər. Buyurun uşaqlar, səhnə sizin.
Ay ne güzel, ne güzel. Sağ olun. Teşekkür edirik sizə. Biri-birindən rəngli, biri-birindən gözəl. Çoban yastığımız da var, parəbizən də var, ilbiz də var burada, laləmiz də var. Bir çox Arı da var, arı. gözəl var. Hə. Bəli, bəli. Bir çox həşəratlar, görürsüz güllər və bunların hər birini üzərini mən işləmişəm tək-tək. Yəni bunlar hamısı əl işidir. Bu tikilməli, burada da boyalardan istifadə olunur. Bəli, onların hamısı Bu kəpənək. Əl işləridir, yəni. Bəli, hamısını mən özüm hazırlamışam. O ilbizi də, O texnologiyalar da fərqlidir. Yəni bəli, boyadan da üzərində, istifadə olunur. yəni parça üzərində iş. Boyalardır, bəli. Çox Xüsusi gözəldir boyalar, hər biri. tekstil boyalar. Və bu əl işlərini təqdim edən bizim balalarımız da təbiətdəki çiçəklər qədər təravətli və gözəldirlər. Çox sağ olun deyirik. Nərmə xanım, həqiqətən də atdığımız bu addım çox gözəldir. Az öncə də qeyd etdim. Həm təbiəti sevdirmək, həm uşaqlarda rəssamlığa qarşı olan bədii estetik zövqün formalaşmasına məsələ bu yaşlarda başlayır. Bəli. Bu yaşlarda şəxsən Səbinə, yəqin səndə də olar, Nərmin xanım sizdə də elə olar. Məhz bu yaşlarda öyrəndiklərimiz beynimizə həkk Təbii, olunur. bəli. Ona görə siz də baxın, bu yaşlarda uşaqlara belə gözəl hisslərin aşılanması, hələ gözəl onlara baxan tamaşaçılar var, onların həm yaşıtları var. Çox gözəl bir işdəsiniz. Sizə uğurlar arzulayırıq. Özü bunu zövqlə həyata keçirirsiniz. Çox sağ olun. Yəni qayə öz yerində, burada məqsəd məramı öz yerində, bir də bunu çatdırmaq, təqdim etmək. Bu da çox zövqləndirsə, tamaşaçının həm gözünə, həm də ruhuna xitab edir. Çox sağ olun. Bu uşaqlar xüsusi təlim keçirlər. Onlar teatrda həm moda dərsləri keçirlər, Bəli. necə özlərini təqdim Hiss olunur. Birinci kimi də hə o qız və gəlməyindən bilində hələ ki. Necə səhnədə çıxış eləməlidirlər, necə gəzməlidirlər. Yəni özünü təqdim etmək belə böyük bir şeydir. O onlara sonra həyatda da lazım olur. Yəni öz güvənli olurlar. Bəli, psixoloji olaraq onlara da düzgün dəstək addımlamağı, olursunuz. Bəli. düzgün özlərini təqdim eləməyi bacarırlar, gülümsəməyi. Və bəlkə də zaman gələcək, gün keçəcək, onlar hansısa bir incəsənət sahəsində bir peşəkara çevriləcəklər. Hər hansısa bir sahə ola bilər. İnşallah. Sizə uzun ömür, Uğurlar can sağlığı arzulayırıq, arzulayırıq və bəli. uğur hər zaman sizinlə bərabər olsun deyirik dostlar. Nərmin xanım, minnətdarıq Mən bir də daha. sizə minnətdaram. Xatırladaq ki, Bahar Çələngi kolleksiyasının müəllifi Bahar xanım, daha doğrusu
Nərmin xanım Abdullayeva bizimlə bu səhər bərabər idi. Bahar xanım da demək olar. Könlü bahardır Nərmin xanımın hər zaman. İşləri bax elə gözəldir. Bəli, əziz tamaşaçılarımız, səhər çağı davam eləyir. Gələcəyimiz var olsun və proqramımızı davamını izləyirsiniz əziz tamaşaçılar.